Uşaqlar, deməli, burada biz bayaqdan nəyə qarışdırırıq? Deməli, biz 1 verəndə mənfi almamışıq. Baxın, bura 1 verəndə, deməli, nə dedik? 1 kiçikdir, bərabərdirmi? 2-ni 1-ə vursaq, 2, 2-dən 1 çıxsaq, 1. 1 kiçikdir, bərabərdirdən dedik, hə. Burada S-i biz hesabladıq. S-i nə hesabladıq? Baxın, 0 üstə gəlsin, 1 bölünsün 1. Bu məndə K-dır, bu məndə I-dir. Bu nədir? 1 verəndə müsbətdir. Deməli, burada 1 verəndə müsbət alınmalıdır, 2 verəndə mənfi alınmalıdır, 3 verəndə müsbət alınmalıdır. Baxın, 4 verəndə olacaq yenə mənfi, bu ardıcıllıqla getməlidir. İndi baxın, burada mən mənfi 1 idi üstü. Yenə 1 verəndə baxın, burada nə alınır? Mənfi 1 alınır. 2 verəndə müsbət alınır, amma məndə mənfi alınmalıdır. Amma bunun indi üstünə baxın. Deməli, mənfi 1 üstü. Mən 1 verəndə nə olmalı? Müsbət almalı. 1-in üstünə 1, 2. 1-in kvadratı nə olur? Müsbət 1. Baxın, eynən buradakı kimi düzgün gəlir. İndi 2 olanda mənfi olmalıdır. Mənfi 1 üstü bura 2 qoysam 2 plus 1, 3. Deməli, 1-in kubu. 1-in kubu nədir? Mənfi 1 vurulsun mənfi 1 vurulsun mənfi 1-dir. Bunları vuranda müsbət olacaq, mənfiyə də vuranda mənfi olacaq. Baxın, burada buranı ödəyirmi? Ödəyir. Deməli, burada bizdə bir dənə deməli, diqqət eləmədiyimiz bu hissədir. Yəni, bura baxmayın. Siz birinci S-ə baxın. Çünki S-i vururuq biz. K bölünsün I-dir. Burada K məndə nədir? Müsbət. Deməli, mən 1 qiyməti qoyanda K məndə müsbət olmalıdır. Buna əsasən bizdə olacaq Y variantı. Sonra bizdə deməli var 59. 59-a baxaq. 58, 59. Burada nə deyilir? Gəlin baxaq. Gəlin baxaq, 59 deyil. Sual işarələrinin yerini düzgün doldurmaqla daxil edilən ixtiyari ədədin ədədi ortasını tapan alqoritmin blok sxemini tamamlayın. Deməli, bizdə ədədi ortanı tapmalıdır. Tutalım, ədədlər daxil edəcək 1-dir, 2-dir, 3-dür, nə bilim nədir? Bunların ədədi ortası. 1-lə 2 plus 3-ü cəmləyəcək, böləcək nəyə? 3-ə. Bu da bizdə neçə edir? 2 edir. Dövrdə çıxış 0 ədədi daxil ediləndə baş verir. Dövrdən çıxış 0 ədədi daxil ediləndə baş verir. Gəlin baxaq, görək, sual işarəsi bizdə buradadır. Və bu da çıxışa verməlidir, çıxışa verməlidir. Ədədi ortanı. Yəni, A bizdə ədədi ortanı çıxışa verməlidir. Yaxşı, gəlin biri daxil edək. Daxil elədik biri. Burada nə deyilir? Dövrdən çıxış 0 ədədi daxil ediləndə baş verir. Hə. Dövrdən çıxış 0 ədədi daxil ediləndə baş verir. Deməli, dövrdən çıxış 0 ədədi daxil ediləndə baş verir. Onda x bərabər olmalıdır da 0-a. X bərabərdirmi 0-a? Hə deyəndə dövrdən çıxacaq. Bunu demək istəyir. Dövrdən çıxış 0 ədədi daxil ediləndə baş verir. Dövrdən çıxış, bu bizim dövrümüzdür. Çıxış 0 ədədi daxil ediləndə baş verir. Deməli, x-ə 0 verəndə x bərabərdirmi 0-a hə deyib dövrdən çıxacaq. Deməli, x bərabər olmalıdır 0-a. A getdi, C getdi. İndi bu x-ə 1 qoymuşduq da, gəlib t bərabərdir, deyir t plus x. X məndə nə idi? 1, t məndə nədir? 0. Cəmləsək nə olur? 1.
Sonra neyləsin bu? Deməli, bu A bərabərdir A plus D, S bərabərdir A plus D. Demək uşaqlar, bu deyir ki, ixtiyari ədədi ortasını tapan. Sonuncu burada neyləyəcək? Bu xaric etmə. Sonuncu A-nı çap eləyəcək. Sonuncu A-nı çap eləyəcəksə, deməli bizdə ədədi orta A ilə verilməlidir. Baxın, B-də A bərabər A ilə verilib. D-də də A ilə verilib. Y-də isə S ilə verilib. S ilə verilməli deyil. B ilə D-yə baxaq. S bərabərdir. S plus 1. Tamam, burada bir dənə artsın. S bərabərdir. S plus 1. İndi S-imiz nədir? 0. Üstünə 1 gəlsə S bərabər olacaq 1-ə. Təzədən qayıdır dövrə. X-ə başqa bir ədəd daxil eləyək. Tutalım, elə buradakı 2-ni daxil eləyək. 2-ni daxil etsə 2 bərabərdir 0-a deyəcəm yox. Onda T bərabərdir. T plus X. T nədir? 1. 1-in üstünə 2 gəlsəm olacaq 3. S bərabərdir. Deyir S plus 1. 1-in üstünə 1 gəlsəm olacaq məndə 2. Aha. Deməli, baxın bu S-dir nəyi uşaqlar nəzərə alır. Burada bir ədəd daxil etdim, burada 2 ədəd daxil etdim. Burada deməli böləndə artıq deməli ədədi orta tapılmalıdır. İndi 3 də daxil eləyək, sonra 0 daxil eləyək ki, deməli dövr bitsin. 3 daxil etsək, 3 bərabərdir 0-a deyirəm, yox. Onda T bərabərdir, T plus X. T neçədir? 3. X neçədir? 3. Cəmləsək neçə eləyir? 6. S bərabərdir S plus 1. 2-nin üstünə 1 gəlsəm olacaq 3. İndi burada 0 daxil edirəm. 0 bərabərdir 0-a. Hə, gəlir bura. İndi burada uşaqlar ədədi ortanı tapmalıdır. Ədədi ortanı tapması üçün bu A neynəməlidir? Nə ilə? Bu 6-nı bölməlidir bu 3-ə. Elə deyil. T-ni bölməlidir S-ə. Все qutardı. Burada da A bərabər olacaq. T-ni 6-nı 3-ə böləndə neçə eləyəcək? 2. A da çapa verəcək 2-ni. Belə variantlarda görürsünüz. A bərabərdir. T bölünsün S. Baxın burada. D variantı. S bölünsün T ola bilməz. Çünki S-i 3-ü 6-ya böləcək. 2-də 1, 0-da 10-da 5. Belə bir şey olmamalı. Bizdə 2 alınmalıdır. Olur bizdə D variantı 59. Sonra hansı sual var?